Xeyir, xoş gördük hər birinizdə hekayə xəritəsinin izahıyla davam edirik. Qaldığımız yerdən səhifə 10. Tural çalışqan şagirddir, o müəllimlərin sevimlisidir. Tural daim dərslərini yaxşı oxuyur. O bütün yarışlarda birinci yeri qazanır. Valideynləri onunla fəxr edirlər. Mətnə əsasən hansı Turala aiddir? Tənbəl, çalışqan yoxsa qorxaq? Təbii ki, çalışqandır. Bugün mənim ad günümdür. Mən bir yaşda böyüyürəm. Keçən ilki ad günümdən fərqli olaraq bu il mənim daha çox dostum var. Mən hər il özümü inkişaf etdirməyə, yeni biliklər və dostlar qazanmağa söz vermişəm. Mətndə bunların hansı məlum deyil? Deməli, bugün mənim ad günümdür. Zaman var. Bir yaşda böyüyürəm. Keçən ilki ad günüm fərqli olaraq daha çox dostum var. Burada dostlar məkan şəkildə göstərilib, amma mətndə bunun haqqında məlumat yoxdur. Baş qəhrəman varmı? Deyir, mənim ad günümdür. Deməli, baş qəhrəmanımız var. Məkanı biz qeyd edəcəyik. Nə olsun ki, şəkildə var. Biz nə bilək, bəlkə evdədir, restorandadır. Harada qeyd edilir ad gününü? Davam edək. Ayşə gülləri çox sevir. Sevdiklərinə də həmişə gül hədiyyə edir. Ən sevdiyi gül isə yasəməndir. Yasəmənin rəngi ona xüsusi enerji verir. Qoxusu isə onun əhvalını yüksəldir. Gəlin, indi baxaq dostlar. Mətnə əsasən baş qəhrəmanın sevimli günü hansıdır? Təbii ki, Yasəmən. Burada Yasəməni tanımaq lazımdır. Günel riyaziyyatı yaxşı bilmirdi. Müəllim verən tapşırığı dostundan köçürdü. Buna görə də müəllimin verdiyi suala cavab verə bilmədi. O məyus oldu və müəllimə həqiqət dedi. Müəllim düzünü dediyi üçün ona əsəbləşmədi. Mövzunu Günel'e yenidən izah etdi. Mətnin əsas mövzusu nədir? Dürüstlük. Çünki o dürüst oldu müəllimdən qarşı. Həqiqət söylədi. Deyə bilərsiniz, müəllim, dostun köməyi, çətin dərslər, bunlar haqqında danışılır. Amma bizə əsas mövzu bu deyil. Əsas bildiyi, müəllifin çatdırmaq istədiyi, haqqında danışılan mövzu bu deyil. Mövzu dürüstlükdür ki, o səhvini başa düşdü, nəticə çıxardı və yenə də dürüstlük qazandı. Müəllimdən qarşı həqiqət deməyə bacardı. Nənə məktəbin həyətində oturmuşdu. O nəvəsinin dərsdən çıxmasını gözləyirdi. Nənə səs eşidib ətrafa boylandı. Həyatda dalaşan iki dostu gördü. Nənə onların yanına getdi və dedi, əziz balalarım, dalaşmayın. Yaxşı dostlar bir-biri ilə dalaşmaz. Əksinə bir-birini qoruyar. Mətndə bunların hansı məlum deyil? Zaman, məkan yoxsa qəhrəman? Deməli, dostlar var. Zaman varmı? Məktəbin həyətində idi. Zaman yoxdur burada. Məlum olmayan zamandır. Məkan məktəbin həyətidir. Qəhrəman uşaqlardır. Dalaşırlar. Nənə onlara dəstək olur. Gecə çağını onlara izah edir, vəziyyəti dəstək olmaq deyil, yəni düzgün davranışı izah edir. Gecə çağında göl qırağında tapın görək nə edirdi? Qur-qur. Tapmacanın cavabı hansı şəkildə təsvir olunmuşdur? Təbii ki, o qur-qur baxadır. Əmimcil xarici ölkədə yaşayırlar. Bu yay onlar bizə qonaq gəldilər. Mən əmimin uşaqları ilə oyunlar oynadım. Biz birlikdə teatra, zooparka getdik. Bu yay tətil çox maraqlı oldu. Mətnə əsasən uşaqlar hara getməyiblər? Zooparka gediblər, teatra gediblər, oyun bağçasına getməyiblər. Axşam düşdü, hava qaralmışdı. Səmra isti otağında oturub kitab oxuyurdu. Bu vaxt qulağının qəribə səs gəldi. O pəncərəni açdı və balaca pişik balasını gördü. Səmra üşüyən pişik balasını öz isti otağına qonaq etdi. Mətnə əsasən hansı doğru deyil? Zaman axşam, məkan həyət, qəhrəmanlar Səmra və pişik balası. Burada doğru olmayan. Axşam idi zaman. Məkan isti otağında oturub kitab oxuyurdu. Pəncərəni açsa pişik balasını gördü. Yəni həyətdə deyildi. Qəhrəmanlar Səmra və pişik balası ola bilər. Davam edeyim. Mənim adım Nihatdır. Mən 5-ci sinifdə oxuyuram. Sinifin əlazi şagirdlərindən biriyəm. Mən bir iş görməzdən əvvəl çox düşünürəm. Bilirəm ki, səhv hərəkət etsəm, bunun geri dönüşü olmaya bilər. Anam həmişə deyir ki, sən bu hərəkətinlə dostlarına da gözəl nümunə olursan. Bu məni çox sevindirir. Mətnimizin ideyası nə ola bilər? Baxın, o dostlara nümunə olur. Yaxşı hərəkətlərinlə, dərs oxumağı ilə, məsələn, çalışqan şagird ola bilər. Baş qəhrəmanın xüsusiyyətləri çalışqan, zəhmətsevər, köməkçi obraz. Ana ola bilər. Anası həmişə ondan danışır ki, sən dostlarına nümunəsən. Belə. Davam edək. Verilənlərə əsasən balaca mətn yazın. Məkan, məktəb, obrazlar Leyla, Ülkər, Orxan, ideya uğurlu olmaq üçün çalışmaq lazımdır. Məsələn, məktəbin həyətində Leyla, Ülkər və Orxan söhbət edirdilər. Sonra necə ola bilər? Ülkər bu il dərslərindən
Ülker bu il birinci yarım ili əla qiymətlərlə bitirmişdi. Orxan və Leyla isə onun şanslı olduğunu düşünürlər. Deyirlər, Ülker sən çox şanslısan. Ülker isə onlara başa saldı ki, uğurlu olmaq üçün çox çalışmaq lazımdır. Şanslı olmaq, o məsələn gecələr, indi siz burada fikrimi tamamlayarsınız. O gün ərzində nə qədər kitab oxuduğu haqqında məlumat verdi, hansı kitabları oxuduğu haqqında məlumat verdi, əlaçı olmaq üçün nə etmək lazım olduğunu qeyd etdi. Və uşaqlar başa düşdülər ki, uğurlu olmaq üçün çox çalışmaq lazımdır. Acqurt meşədə gəzirdi. O çayın kənarında su içən balaca quzunu görür. Quzunu yeyib qarnını doyurmaq istəyir. Yavaş-yavaş quzuya yaxınlaşır. Quzu çox qorxur, amma özünü itirmir və qurda deyir: "Qurd, məni yemə, mənə yaxşılıq et. Gün gələr, mənim də sənə köməyim" deyir. Qurd gülür və quzunu yemir. Bir gün qurd dərin quyuya düşür. Həmin vaxt oradan keçən quzu qurdu xilas edir. Mətnimizin ideyası yaxşılıq edən yaxşılıq görər. Edən yaxşılıq görər. Aha. Qəhrəmanlarımız qurd və quzu. Məkan meşə. Davam edək. Ülker rəfiqəsi Aydanla parkda oynuyordu. O balaca pişiyin səsini eşitdi. Pişiyin yanına gedib ayağının yaralı olduğunu gördü. Ülker pişiyə kömək etmək istədi. Rəfiqəsi Aydan dedi: "Gəl oynamağa davam edək." Pişiyə başqası kömək edər. Ülker rəfiqəsinə bunun səhv hərəkət olduğunu izah etdi. O dedi: "Köməyə ehtiyacı olan bütün canlılara əlimizdən gələn köməyi göstərməliyik. Bu ən əsas insani keyfiyyətdir." Baş qəhrəmanımız Ülkerdir. Məkan parkdır. Köməkçi obraz Aydan, pişik. İdeya ən gözəl insani keyfiyyət. Kömək ən gözəl insani keyfiyyətdir. Kömək etmək ən gözəl insani keyfiyyətdir. Yaza bilmədim. İnsani keyfiyyətdir. Belə, davam edək. Nuridə çox təmizkar qızdır. O əllərini tez-tez sabunla yuyur. Meyvə tərəvəzləri yumadan yemir. Otağını daim səliqəli saxlayır. Üst başını həmişə təmiz yuyur. O bütün bunları anasından öyrənib. Mətnə ad verək. Təmizkar Nuriyə. Nuridə, üzr istəyirəm. Köməkçi obraz. Burada köməkçi obraz kim idi? Köməkçi obraz var ümumiyyətlə. Anası. Anasından öyrənib. Anası haqqında söhbət gedir. Düzdür, birbaşa iştirak etmir, amma demək olar. Baş qəhrəman da Nuridədir. Sentyabrın 15-i gəldi. Cavidin ilk dərs günü idi. O məktəbə getmək üçün səbirsizlənirdi. Cavid çox ağıllı, savadlı və çalışqandı. Buna görə də ilk gündən müəllimin sevgisini qazandı. Valideynləri bilirdilər ki, Cavid məktəbin seçilən şagirdlərindən olacaq. Burada zaman sentyabrın 15 sentyabr. Mətnin adı Cavidin ilk dərs günü. Obrazlar Cavid. Cavid və müəllimlər ola bilər, valideynlər ola bilər, onları da əlavə edə bilərsiniz. Cavid, valideynləri, müəllimləri. Burada saxlayaq dostlar. Bir video dərsinin daha sonuna gəldik. Gələn dərsdə görüşmək ümidi ilə.